Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasimi Muhammed. Ve ala ibn ammihi ve vasiyyihi ve halifetihi bila fasl emiril mu'minin Ali ibn Abi Talib aleyhisselam ve ala Fatimete Zehra seyyideti nisa'il alemin ve alel Hasan vel Husayn ve Ali ibn'l Husayn ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Kavimil Mehdi. Salavatullahi aleyhim ecma'in bihim netevalla ve min a'daihim neteberra'u. Accelallahu Teala ferecahum ve sehhalallahu mehrecahum ve cealena min ensarihim ve avanihim vel müsteşhedine beyne eydihim ve ehlekallahu a'dahum ecma'in. Usikum ibadallah ve nefsi bi takvallahi ve nadmi emrikum. Allah bendeleri, sizi ve özümü ilahi takvaya, Quran və Əhl-Beyt adından dəvət edirəm. Hər iki dünyanın xoşbəxtliyi Allah Taala'nın sözlərinə qulaq asıb bu yolda məsuliyyətli yaşamaqdan keçir. Tövbə Allah Taala'nın möminlərə lütf elədiyi nemətlərdəndir. Allah Taala İslam dinində bir neçə, əgər belə demək mümkünsə, amnistiya maddələri qoyub. Bəzən bəzi qeyri-ənənəvi təriqətlər müsəlmanların Qurana və Əhl-Beyt hədislərinə əsaslanaraq inandıqları şəfaətə etirazlarını bildirirlər ki, şəfaət ola bilməz. Şəfaət o deməkdir ki, bir günahkar, onların sözüdür, o deməkdir ki, bir günahkar haqsız olaraq cənnətə getsin, bağışlansın. Amma onlar unudurlar ki, tövbə də şəfaət kimi bir şeydir. Mən 50 il 60 il günah elədim, tövbə elədim. Allah bağışlayır, bağışlamır. Və bu barədə bütün təriqətlər yekdildirlər. Nəinki tövbə ilə, nəinki şəfaət ilə, Quran-ı Kərimdə ayə var ki, ey Peyğəmbər, bəndələrimə denən, Allahın rəhmətindən məyus olmasınlar. Allah bütün günahları bağışlayar inşallah. Və alimlər buyururlar, qiyamət günü şəfaətdən, tövbədən əlavə Allahın öz şəfaəti olacaq. Heç kəs şəfaət eləmədən Allah Taala bağışlayacaq. Ayətullah Azman Məkarim təfsiri nümunədə qeyd edir bunu, şəfaət barəsində danışarkən. Bir hədis, gözəl bir hədis nəql edir orada. Buyurur ki, qiyamət günündə peyğəmbərlər, imamlar, övliyalar, şəhidlər, alimlər, möminlər hamısı şəfaət eləyəndən sonra bu Allahın evi, məscid də şəfaətçi olacaq. Quran-ı Kərim də şəfaətçi olacaq. Quran-ı Kərimin şəfaəti rədd olunmayacaq. Bütün bu şəfaətlər bitəndən sonra bəzi günahkarlar qalacaqlar məyus. Qurtardı. Şəfaət edəcək olan adamlar, varlıqlar qurtardı. Biz qaldıq. Biz gedəcəyik cəhənnəmə. Amma Allahın rəhməti həmişə qəzəbindən üstündür. Allah Teala buyuracaq ki, indi mənim şəfaət növbəmdir. İndi mən bağışlayacağam. Allah bizi bağışlamağa bəhanə axtarır. Vermir o bəhanəni Allaha. Savab əməllər gözə görünmədiyi üçün elə bilirik ki, heç nə yoxdur ortalıqda. Bizim gözümüzlə gördüyümüz əməllərimiz güya nəticə etibarilə nə olur? Yemək yeyirik, nə olur? Su içirik, nə olur? Şənlik edirik, nə olur? Axırı nə olur? Heç nə. Haramızda qalır. Amma Allah Teala buyurur, o pul ki sən kefə xərcləyirsən, o sənin deyil.
O getdi. O pulu ki mənə verirsən, o sənindir. Onu saxlayacam sənin üçün. Allah Quranda yaxşılıq eləməyi, Allah yolunda pul xərcləməyi bilirsiniz nəyə bənzədir? Əstəğfirullah, əl-iyazı billah. Belə deyim ki, qoy söz öz bəlağətində çatsın. Allah bizdən xahiş edir ki, əqridullaha qardən həsənə, Allaha borc verin. Allaha pul lazım deyil ki. Allahın o ac-yalavac bəndələrinə lazımdır. Deyir, Allaha borc verin. Artıracam pulunuzu. Allaha bəhanə lazımdır bizi cənnətə aparmağa. Allah Teala istəyir bizdən bir mərdanə xasiyyət görsün. Desin ki, bu yaxşı oğlandır, qoy bunu aparın cənnətə, günahlarına rəğmən. Ona görə ən azından bircə dənə də olsa həyatımızda prinsipial, müsbət xarakter saxlamalıyıq. Ondan dönməməliyik heç vaxt. Ay nə bilim, risalədə yazılıb haram deyil filan, ondan dönməməliyik. Əslən biri qeybət eləmir. Nə olur olsun qeybət eləmir. Heç zalimin də qeybətini eləmir. Fasiqin də qeybətini eləmir. Biri yalan danışmır. Heç zarafatça da yalan danışmır. Bu bunun mövqeyidir. Biri söyüş söymür. Heç tərəf söyüşə gəlsə də söyüş söymür. O gözəl əməllərdən biri tövbədir. Tövbə, müsəlmanlar, möminlər. Tövbəni biz düz başa düşməmişik. Biz elə bilirik, tövbə bilirsiniz nədir? 10 il, 20 il günah eləyirsən. Sonra deyirsən ki, ilahi, əstəğfirullah, tövbə elədim. Əgər tövbə bu olsaydı, Peyğəmbər salavatullah hər gün 70 dəfə tövbə eləməzdi. Tövbə bir xasiyyətdir, bir əməldir, bir əhval-ruhiyyədir, Peyğəmbər xasiyyətidir. Peyğəmbərdən çox qəlbi təmiz, ruhu təmiz, ibadətdə çalışqan, möminlərə qarşı mehribanı yox idi, Allaha qulluq eləyəni yox idi, Allahın Quranda mütləq formada qul adlandırır. Yəni mən qul deyəndə ilk növbədə bu kişini başa düşürəm. O Peyğəmbər yazırlar, harda otururdu, bir neçə dəfə istiğfar eləyirdi. Hardan dururdu, bir neçə dəfə istiğfar eləyirdi. Gecə gündüz dilindən tövbə düşmürdü. Quran-ı Kərimdə Allah Teala buyurur: "Vellezine iza fa'alu fahişeten aw zalamu anfusahum." O adamlar ki, bir dənə açıq-aşkar pis iş gördülər, ya özlərinə zülm elədilər, məsələn, ya başqasına haqsızlıq elədi, ya elə məsələn araq içdi, özünə ziyan elədi, özünə zülm elədi. İnsanın özünə zülm eləməyə haqqı yoxdur. İnsanların hamısı Allahın bəndəsidir. Mən də Allahın bəndəsiyəm, sən də. Mənim haqqım yoxdur. Nə sənə zülm eləyim, nə özümə zülm eləyim. Mən bir baxımdan mənəm, bir baxımdan Allahın bəndəsiyəm. Allahın xəlifəsiyəm, Allahın canişiniyəm potensial olaraq. Haqqım yoxdur, bu vücudu istədiyim kimi xərcləyəm. Mənim deyil. Yiyəsi var, sahibi var. Dinmir elə bilirəm ki, hə, elə mən istədiyimi eləyə bilərəm. Dinəndə pis olacaq. Sənəstədricuhum min haythu la ya'lamun. Onlara vaxt vermişəm, amma bilmirlər. Və umli ləhum innə kəydi mətin. Pis tutacam onları. Tutanda nəfəs ala bilməyəcəklər. Birdən tutacam onları. O adamlar ki, açıq-aşkar pis iş gördülər, ya özlərinə zülm elədilər, zəkərullaha, sonra Allah Taalanı yad elədilər, fəstəğfəru lizunubihim, və tövbə elədilər günahlarından. Nə? Həvəryər buyurdun ki, özlərinə zülm eləyənlər, başqalarına zülm eləyənlər, Allahı yad elədilər, tövbə elədilər günahlarından. Nə oldu? Onlara nə olur? Onu yazmır Allah Teala. Bir dənə sual verir. Və mən yəğfiruzzunubə illallah. Allahdan başqa kim günahlar bağışlayar? Elə düz qapıya gəlmişsiniz də. Biz nə qədər üzr istəyirəm ifadəmə görə həyasızlıq eləyən bəndələr də olsaq, Allahın qapısından başqa gedəcək yerimiz yoxdur. Hara gedəcək ki? Əmirəl Mömin Aleyhisselam Kumeyl duasında Allah ərz eləyir ki, Pərverdigara, la yumkinul firaru min hukumətik. Hakimiyyətindən qaçmaq mümkün deyil. Hara qaça bilərəm? Hara qaçsam sənin yanıva eləcəm. Biz məcburuq Allahın qapısını edək. Utana-utana da olsa getməliyik. Xəcalət də tək-tək getməliyik. Başqa çarəmiz yoxdur. Çıxış yolumuz budur.
Allah bizi buna çağırır. Buyurur ki, özünüzə zülm elədiniz, başqalarına zülm elədiniz, günah elədiniz. Məni xatırlayın, mənə qarşı, mənə doğru gəlin, məndən başqa kim bağışlayacaq günahlarınızı? Və ləm yusirru alə ma fəalu və hum ya'ləmun. Buyurur, əgər onlar bilsəydilər necə qəbahətli işlər tutublar, bir daha o işlərə qayıtmazdılar. İsrarla günah eləməzdilər. Bizim əsas müşkillərimizdən biri budur ki, biz günahların qəbahətini başa düşmürük. Bizim Cəfəri məzhəbinin banisi, Əhl-i Beytin alimi, 4000 nəfər alim yetişdirmiş İmam Cəfər Sadiq əleyhissalamdan bir gözəl hədis var. Eşitmişsiniz bunu. Amma çox eşitməli hədisdir, həmişə eşitməli hədisdir. Biri gəlir imamdan soruşur ki, siz heç günah eləmirsiniz? İmam buyurur, xeyr. Soruşur ki, heç ağlınıza da gəlmir günah eləmək? İmam buyurur, xeyr. Deyir ki, bu necə ola bilər axı adamın ağlına da gəlməsin günah eləmək? İmam buyurur, sizin heç ağlınıza gəlibmi ki, öz nəcasətinizdən meyl edəsiniz? Tərəf deyir ki, xeyr. Deyir, niyə? Sizi qoymurlar. İxtiyarınız özünüzdə deyil. Tərəf deyir ki, biz onun qəbahətini başa düşürük. Adam nəcis yeməz ki. İmam buyurur, adam günah eləməz ki. Bizim üçün bütün günahlar belədir. Sizdə də var bu məsumluq az çox. Adam öldürməyə qarşı sizdə məsumluq var. İçki içməyə qarşı sizdə məsumluq var. Heç yatıb yuxunuzda da görməzsiniz ki, məsələn, çox dərd gələndə gedin bir 100 qram içim. Heç mömin bunu eləməz. Qoymurlar, qoyurlar. İxtiyarımız özümüzdə deyil, özümüzdədir. Niyə eləmirik qəbahətini başa düşürük? Təəssüf ki, bir çox istimai günahların qəbahətini başa düşmürük. Onun da səbəbi günaha isrardır. Allah Teala buyurur, əgər qəbahətini bilsəniz, israr etməzsiniz. İmam Sadiq əleyhissalam buyurub, Ət-taibu minəz-zəmb kəmən la zəmbələh. Günahdan tövbə eləyəni danlamayın. Günahdan qaydanı deməyin ki, sən neçə illər idi, oturmuşdun kafedə, içirdin, çəkirdin, bir nokkadan çıxırdın, indi molla olmuşsan, məscidə gəlmişsən. Allaha çox acıq gələn şeydir bu. Allahın vəlisi İmam Sadiq ağa buyurur ki, Ət-taibu minəz-zəmb kəmən la zəmbələh. Tövbə eləyən insan elə pak olur, elə bir ki, heç günah eləməyib. Sən niyə yadına salırsan o əməlləri? Hələ bilmək olmaz, sonra necə olacaq? O qədər nəhəng alimlər, ariflər var idi ki, Quran onlara it adı verir Quran-ı Kərimdə. Bəl'əmi Bağura eşitmişsiniz. Yazırlar ki, başını qaldırırdı, göyə mələkləri görürdü. Bəsirəti açılmışdı. Bir dənə nəfsani istəyin uğrunda bütün imanını əldən verdi. Allah Teala Quranda ona it adı verir. Adın çəkmir, deyir o itdir. Hardan hara indi? Bilmək olmaz kiminin əvvəli, kiminin axırı. Tövbəkarları danlamayın. Biz Allah deyilik. Bizə Allah bu səlahiyyəti verməyib tövbəkarları danlayaq. Əgər biz ilahi səlahiyyəti yer üzündə yerinə yetiririksə, yəni biz Allahı yer üzündə təmsil edən canişinlər, xəlifələriksə, Allah deyir ki, tövbə eləyəni mən bağışlayıram. Elə mənim işim tövbəni bağışlamaqdır. Mən Allahdan başqa kim bağışlayacaq tövbəni? Günahı kim bağışlayacaq? Tövbəni kim qəbul edəcək? İnnəllah təvvabur rəhim. Allah Teala çox-çox tövbələri qəbul edən və mehribandır. Bir gözəl hədislə xütbəmizi bitirək inşallah. İmam Sadiq əleyhissalam buyurur, İzə tabəl abdu təvbətən nəsuha. Bir bəndə, bir Allah bəndəsi xalis niyyətlə tövbə edəndə, xalis niyyətlə, qərarlıdır. Bundan sonra bu əməli yaxına buraxmayacam. Bundan sonra bu əmələ məni təşviq eləyən, rəğbətləndirən insanları yaxına buraxmayacam. Canciyərim də olsa, qoymayacam mənim canciyərim məni cəhənnəmə aparsın.
Mümkünüm olsa onu da qoymayacağam cəhənnəmə yetsin. Görsəm ki, o israrlıdır cəhənnəmə etməkdə. Mən ondan uzaqlaşacağam. Ağıllı adamam, mən öz taleyimə biganə deyiləm. Cəhənnəm var, ölüm var, haqq hesab var. Nə deyirlər desinlər, marksist bir söz deyir, materialist bir söz deyir, nə bilim, o biri bir... Əşi, mən öləcəm, bu ki reallıqdır. Birdən deyilənlər düz oldu, nə eləyəcəm mən onda? Gəlib deyəcəm ki, cənab Marks, bəs sən deyirdin, yoxdur o dünya. İmam Rıza ağaya biri gəldi, dedi ki, ağa, siz ki başlamışsınız belə din, belə iman, dindar olub nə qazanmışsınız? Ya biz dinsiz olub nə itirmişik? İmam buyurdu ki, fərz edək ki, ahirət yoxdur, haqq hesab yoxdur, cənnət, cəhənnəm yoxdur, qəbir soru-sualı yoxdur. Biz heç nə itirmirik. Müsəlmançılıq normal yaşayış deməkdir. Müsəlmançılıqda elə bir maddi, mənəvi ləzzətin halal forması yoxdur ki, olmasın. Evlənirsən, evlənirəm, yeyirsən, yeyirəm, içirsən, içirəm, gəzirsən, gəzirəm, zarafat edirsən, zarafat edirəm, şeirə qulaq alsan, şeirə qulaq alsan. Hamısı halal formada. Sən araq içirsən, mən məsələn su içirəm. Amma içirəm də, kişi də içirəm. Bir nəfər müsəlman olaraq yaşasa, dünyanın hansısa nemətindən məhrum olmur. Mən sizə deyim, o adamlar ki, bəzi haramları nemət hesab edirlər, onlar özləri də bilirlər ki, onlar nemət deyil. Onlar əyyaşlıqdır, onlar əxlaqi fəsadlardır. İmam buyurdu ki, fərz eləyə o dünya yoxdur. Biz müsəlmanlar, dindarlar nə itiririk? Heç nə. Amma birdən o dünya oldu. Sizin eviniz yıxıldı. Biz uduruq. Biz hər iki halda uduruq. Siz hər iki halda udursunuz. Odur ki, buyurur ki, bir mömin bəndə xalis tövbə eləsə, görün Allah ona nə eləyər? Bir, əhabbəhullah, Allah onu sevər. Allah birini sevəndə zarafatiyənə sevmir, müvəqqəti sevmir. İki, fəsətərə aleyhi fid dünya, dünyada onun eyblərinin üstünü örtər. Üç, vəl-axirə, ahirətdə də onun eyblərini örtər. Ahirətin əzablarından biri rüsvayçılıq da Allah bizi o bəladan qorusun inşallah. Ravidir, fəqultu və keyfə yəstur aleyhi. Soruşdum ki, İmam Sadiq Aleyhisselam'dan, ağa, Allah Teala insanın eyblərini necə örtər? Bu cəmaatın içində min haqqadan çıxıb, günah eləyib. Necə örtər bu eybləri? İmam buyurdu ki, gözəl hədis, çox gözəl hədisdir. Adama ümid verir bu hədislər ki, adam tövbə eləsin. Qal yunsi mələkəyhi ma kətəbə aleyhi minəz-zunub. O mələklər ki, sağ çiynində, sol çiynində onun əməllərin yazırlar, Allah Teala o mələklərə onun günahlarını unutdurar. Mələklər gəldə ki, heç nə yazmamış. Təmiz yaşayır. Görün Allah necə gözləyir ki, birimiz haqq yoluna gələk. Sistemi dəyişir tamam. Mələklərin işi nədir? Əməlləri yazsın. Allah o mələklərin o günahları xatırlamasına mane olar, unutdurar. Və yuhi ila cəvarihihi uqtumi aleyhi zunubə. O bəndə ki tövbə eləyib ha, o bəndənin üzvlərinə, beyninə, əlinə, qoluna, gözünə, qulağına əmr eləyər ki, onun neyblərini gizlət. Bizdə yox ha, bizim orqanlarımız əmr eləyər ki, unut, gizlət. İncitmə onu, o tövbə eləyib, mən onu sevirəm, mənim bəndəmdir. Qurtardı yox. Və yuhi ila biqa'il ərd. Yer kürəsinin hissələrinə tapşırar Allah Teala, vəhy eləyər. Nə deyər? Uqtumi ma kana ya'malu aleyki minəz-zunub. Bu kişi sənin üzərində nə günah eləyibsə, onları gizlət. Qoyma aşkara çıxsın. Düşüb dalımızca eyblərimizi gizlədə gəlir ki, bəlkə tövbə eləyək. Fəyəlqəllaha hinə yəlqah. Bu bəndə gedər Allah Teala'nın görüşünə.
Bilirsiniz nə halda gedər? Və ləysə şey'un yəşhədu aleyhi bi şey'in minəz-zunub. Heç nə onun günahlarına şahid olmaz. Mələklər unutdu. Harda günah eləmişdim? Gizlətdi. Bədən üzvlərini də gizlətdi. Və həyəcan siqnalı. Bu ki Allah Taala buyurur, bunu unutduraram, buna deyərəm gizlət, buna deyərəm ört basdır elə. Məlum olur ki, əgər insan tövbə eləməsə, mələklər də şahid olacaq. Harda günah işlətmişik, orada şahid olacaq. Hansı üzvlə günah eləmişik, o da bizim əleyhimizə şəhadət verəcək. Allah o günün bəlasından bizləri qorusun inşallah. Allahın verir izzətinə, cəlalına, dualarımızın ən ülvisi, ən səmimisi budur. İmam Zaman ağanın zuhurunda təcil eləsin inşallah. Allah Teala məhbus qardaşlarımızı tezlikcə azad eləsin inşallah. Dini dəyərlərimizi zülmün, küfrün, nifaqın əlindən xilas eləsin. Cəmi mənəvi maddi xəstəliklərimizə şəfa versin. Məyus insanların ümidlərini çoxaltsın. Bütün dünyəvi, uxrəvi müşkillərimizi həll eləsin. Allahın verir izzətinə, zəlalına bizi, nəslimizi, istəyənlərimizi, ətrafımızı Quran və Əhl-i Beytdən dünyada və axirətdə ayırmasın. Allahın verir Əbəlfəz ağanın müqəddəs ruhuna Allah Taala bu məscidi bina eləyənlərin, bu məsciddə səmimi qəlbdən Allaha, müsəlmanlara xidmət göstərənlərin dünya və axirətin abad eləsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vəl-asr innel insane lefi xusr illellezine amanu və amilussalihati və tevasav bil haqqi və tevasav bis sabr. Sadaqallahul aliyyul azim. Esselamu aleykum və rahmetullahi və berekatuhu.